Xeyir olsun değerli izləyicilərimiz, xoş gördük sizləri. Məştaqa Buzovna yolunda Çiləqər adlanan ərazidə Küsot yarım torpaq sahəsinin üzərində bax belə bir şəxsi həyət evi. Həyət evini çıxıb satışa, inşallah həyətin təqdimatını edək. Sonra evin içərisinin təqdimatını sizlərə təqdim edəcək. 3 otaq, bir mətbəxdən ibarətdir. Köhnə bələdiyyədir, kommunallar var, sıfır yaşayışlıdır. Qiymət 55.000 manatdır. Üzr istəyirəm, əlavə burada da bir otaq var. Yəni bu da əlavə olunsa elə bir ki, bir zal, 3 yataq, bir mətbəx olacaq. Və inşallah həyətdə sanuceli var. Ən azından bir 2-3 dənə meyvə ağacı var. Və inşallah gəl qardaşım qabağa. Və onu da nəzərinizə çatdıraq ki, evin arxa tərəfinə rahat bir halda keçidi var. Və ondan əlavə həyətin arxasında, evin arxasında üzr istəyirəm, kladovkası var. Və gəl buradan giriş hissəsini də təqdim eləyək, izləyicilərimiz izləsinlər. Fikir verin, balaca qapı qoyulub, ancaq dəyişib böyük qapı üçün nəzərdə tutulub. Fikir verin, böyük bir qapı qoymaq olar. Yəni mümkünatı var. Sonra buranı təqdim eləyək sizə. Burada bir otaqsız nəzərdə tutulub. Yəni tək daşdır, qoşa daşdır. Və inşallah keçək içərisinə, içərisini də təqdim edək sizlərə. Koridordur, koridor enli bir koridordur. Buranın hətta belə aboyuna qədər yəni alınıb qoyulub və veriləcək üstündə. Bax, buranı göstərək sizə. Bir dənə yalnız qapıya ehtiyac var. Və yataq otaqlarımızı da təqdim edəyiz qardaşım. Bunu göstər zəhmət ol. Və mətbəxini göstərək. Və sanuceni təqdim edək. Və mən bunu ilk öncə 55 dedim. Ev yesi deyir ki, 54 ilə işləyir indi inşallah. 54 ilə çıxır satışa. Belə deyə qeyd etdiyimiz kimi. Məştaqa Buzovna yolundadır. Küsot yarım torpaq sahəsinin üzərindədir. Belə deyək, hal-hazırda gördüyünüz kimi 3 otaq, bir mətbəxdir. Və əlavə bu da var. Bu hissəsini təqdim eləmişdir. Bu da böyük bir zal etmək olar yəni. Sonra kommunallar var, sıfır yaşayışlıdır. Sənəd köhnə bələdiyyə və qiymət 54.000 manat. Və səhifəmizi izlədiyiniz üçün Məştaqa əməkdaşları və rəhbərliyi yanında sizlərdən təşəkkürümüzü bildiririk.